Prezidentin dəstək olduğu idmançıları, hansısa bir federasiyanın prezidentimi, vitse-prezidentimi, nə bilim nəyi, siz ümumiyyətlə nə qədər böyük bir figursuz ki, və yaxud da ki, idman və gənclər naziri. Yəni, necə ola bilir ki, bir idmançının maaşının kəsilməsinə qərar verə bilirsiniz? Yəni, prezidentin dəstəklədiyi idmançıları siz ölkədən küstürürsünüz. Bunun başqa bir adı yoxdur. Niyə bugün başqalarının həsədlə baxdığı, başqaları üçün əfsanə olan, əlçatmaz olan Rafael Ağayevi siz küstürməlisiniz və o artıq 5 ölkədən dəvət gözləməlidir ki, hansı ölkədə daha gözəl dəstək olarsa, bununla bağlı, yəni artıq gedib orada baş məşqçi kimi fəaliyyət göstərəcək. Bilirsiniz, bizdə əsas problem nədən ibarətdir? İnsanlar yerində olmayanda həmişə belə olur. Əgər o Karate Federasiyasında həqiqətən də Rafael Ağayevdən daha güclüdür, indi bu Füzuli müəllimin də özünə görə keçdiyi yol filan var. Amma ki, bütün hallarda bu federasiyanın başında duran, Rafaeldən daha peşəkar bir karate ustası olsaydı, o heç vaxt narahat olmayacaqdı yerindən. Və yaxud da ki, Fərid Qayıbov səhv eləmirəmsə soyadı İdman Gənclər Nazirinin. Məsələn, o bu sahənin peşəkarı olsaydı məsələn, o yəni niyə göstəriş verməli? Rafael Ağayevin ümumiyyətlə niyə bir idmançının 1 illik əmək haqqı kəsilməlidir? Heç birisini atanızın cibindən gətirib vermirsiniz. Hamısı dövlətin büdcəsindən ayrılan vəsaitdir ki, etməyə borclusuz, yenə də deyirəm. Prezident idmançılarla tək-tək görüşür, onları bağrına basır. Dəfələrlə təşəkkür edir ki, Azərbaycan bayrağını qaldırırsınız, ucaldırsınız. Bugün yaxalarında xoruz daşıyan fransızlar belə məcbur olur, canları çıxırdır ayaq üstündə, Azərbaycan himninə qulaq asırlar. Dığahay erməni həmçinin. Nəyi pisdir? Bugün yəni biz niyə fəxr eləməməliyik ki, yəni Azərbaycanda belə bir idmançı var? Rafael Ağayev var. Nə qədər küstürəcəksiniz peşəkarları, nə qədər uzaqlaşdıracaqsınız bu qədər qaymaq olanları, niyə eləyirsiniz? Yəni, nə üçün eləyirsiniz? Bilərəkdən eləyirlər, bəli, çünki heç kim özündən güclüsünü istəmir. Və bir də ki, bir illik adam əziyyəti ilə gəlib də, onun nazir dayısı olmayıb, onun nazir atası olmayıb, onun nə bilmə, nazir əmisi olmayıb, adam zəhməti ilə. Ayağı, barmaqları, nə bilim, qulağı, burnu, indi karatedə konkret aralara zərbə indirilir, mən bilmirəm, amma bütün hallarda idmandır da. Yəni, onun da özünə məxsus xəsarətlər var. Adam qırılır, bir də bütövləşir, qırılır, bir də bütövləşir və nəticədə dünya çempionu olur adam. Nə qədər fəxirlidir, erməninin kürəyini yerə vuran biz idmançılara niyə dəstək olmamalıyıq?